Deməli yoldaşlar, baxırıq 30 sual və qrammatik məna növlərini bu 30 sualla öyrənirik. Diqqətli oluruq. Dağların dumanı çəni çəkir. Baxırsan, çək nəyi, çəkir nəyi. Və dağların dumanı çəni də özü özünə çəkildiyi üçün götürəcəksiniz buna qayıdış növ. Özü öz üstünə. Çünki subyekt ilə obyektin özüdür. Özü öz üzərində icra edir. Yenə də fikirləri qarışmışdı. Qarış sadə feildir. Demişdik ki, bütün sadə feillər hansı qrammatik məna növündədir? Məlumdur. Yaxşı, yeni binanın özülünü qazdırdılar. Mən dedim, sənə dedin, sən kiməsə qazdırdın da. Əgər prosesdə üçüncü şəxs icra edirsə, götürəcəksən bunu icbar növ. Artıq köhnə binalar sökülür. Kimsə tərəfindən sökülür. Üzərində də ıl şəkilçisi var. Deməli götürəcəksiniz bunu da məşğul növ. 5 təkrarlı götürdünüz icbar. Gəldik 6-ya baxırıq. İdmançılar daha inamla güləşirdir. Siz bilirsiniz ki, güləşmək nədir? Sadə feil. Bütün sadə feillərdə hansı növdür? Məlum növdür. Bu il xeyli taxıl əkilmişdir. Ək nəyi, əkil nəyi? Kimsə tərəfindən taxıl əkilib də. Xeyli taxıl əkilib. Taxıl nədir? Obyekt. Obyekt cümlənin mübtədası, işi görən var, amma bəlli deyil. Deməli götürəcəksən məşğul növ. Yaşıllıqlar məhv edilir. Məhv et nəyi, məhv edir nəyi? Təsirdə yaranıb, təsirsiz olub. Obyekt cümlənin mübtədasıdır. İşi görən var, amma məlum deyil. Yenə götürəcək bunu da məşğul növ. Gəldik 9-a baxırıq. 9-a baxırıq. İrəlidə gedənlər ayaq saxlasın. Ayaq saxla. Nə götürdük? Məlum növdür. Məlum növ. Heç bir qrammatik məna növünün şəkilçisi üzərində yoxsa nə olacaq? Məlum növdür. Kitab sözü bu cümlədə hallandı. Hal plus hallamaq yoxdur axı, hallandı. Demək götürəcəksən bunu da məlum növ kimi. Əli ilə Vidadi salamlaşdılar. Salam, salamla, salamlaş. Sonuncu şəkilçidən qabaqki başlanğıc forma feildir. Üstünə də ışın şılsın əlavə etmirsən. Çünki saytın bitdiyi üçün öz saytın itirib. Nəticədə olacaq qarşılıq növ. Qarşılıq növ. Gəldik 12-yə baxırıq. Bir vaxtlar o da bura tez-tez gələrdi. Gəl sadə feildirsə, bütün sadə feillər məlum növdədir. Sonra xuda hafizləşməkdə xuda və hafizləş mürəkkəb feildir. Bütün mürəkkəb feillər, yəni burada gördüyün kimi xuda bir söz, hafizləşmək bir sözdür və onu götürəcəksən hansı? Hafizləmək sözün yoxdur axı, sən ümumiyyətlə heç onu elə düşünəsən. Məlum növ kimi götürəcəksən. Onlar el yolunda vuruşublar. Qarşı-qarşıya vuruşurlar. Filos kökü də nədir yoldaşlar? Təsirlidən yaranıb, təsirsiz olduğu üçün götürdün sən onu qarşılıq növ. Hava qaraldı da, qara sifətindən. Sözün kökü atdırsa, digər nitq səsilsə biz onu nə götürəcəyik? Məlum növ götürdük. Gəldi indi ancaq təsriflənən feillərə baxırıq. Gəldi indi 16-ya baxın. Sizə mən demişdim ki, görünmək var ha. Görünməyi nə götürürük həmişə? Qayıdış növ götürürsünüz. Özü özünə görünür. Küsürlər barışdılar da. Barış sadə feildir. Bütün sadə feilləri götürdük. Məlum növ. Əşyalar daima istifadə olunacaq. İstifadə olunacaq istisnaların içərisindeydi ki, təsirsizdən düzəlib, təsirsiz olsa da biz onu götürəcəyik. Məşğul növ. Yağış suyu həyətin ortasında gölləndi. Göl plus ləndir yoldaşlar. Gölləmək sözün yoxdur axı. Ona görə olacaq bu da məlum növ. Yarpaqlar saraldı. Saral, sadə feildir. Yenə götürəcəksən sən onu məlum növ kimi. Sonra baxırıq 21-ci cümləyə. Dostlar qarşılaşdılar. Qarşı, qarşılar, qarşılaş. Qarşı-qarşıya baş verdiyi üçün qarşılıq növ götürdün. Mən indiki zamanla ayaqlaşıram. Nə deməkdir? Uyğunlaşıram, uzlaşıram deməkdir. Ayaq plus laş götürdüsü məlum növ. İndi gəldik. Gözüm sulandı. Yoldaşlar, burada sözün kökü sudur. Gözü sulamaq olmur axı. Gözü sulamaq olmur. Gözün su, kök, sözün kökü su. Lan da leksik şəkilçilidir, məlum növdədir. Məlum növdədir. Məlumdur. Sulandı ümumiyyətlə heç vaxt qayıdış olmur.
Ata ilə oğul vidalaşdı. Vida pülsülaş. Kökü atdı deyə götürdük biz bunu yenə məlum növ. Tapşırıqlarının sayını çoxaldıbdır. O çoxaldıb. O çoxalt. Sən çoxalt. Bura qədər leksik şəkilçidir. Deməli götürəcəksən məlum növdür. Sonra hədiyyələri hazırlatdırmışdı. Deyirəm ki, hədiyyələri hazırlatdır. Mən dedim, sənə dedim. Sən üçüncü bir adama tapşırdığın üçün götürəcəksən onu icbar növ. İndi gəldik 27-də diqqətli olub, bunda çox səhv eləmişik. Meyvələr yetişdi, əriklər sulandı. Burada əriklər sulandı, dəydi, yetişdi kontekstə görə anlamındadır. Deməli, əriyi sulamırsan axı yoldaşlar, ərik ağacını sulayırsan, əriyi sulamırsan. Deməli, əriklər su pülslandı. Çünki burada ərik sulandı o deməkdir ki, dəydi, yetişdi, kontekstə görə o məzmundadır. Ona görə sən onu götürdün məlum növ kimi. Amma olsaydı ki, ərik ağacları sulandı, bu zaman götürəcəksiniz siz ona nə? Məchul növ kimi. Deməli, sulandı fiili ya məlum olacaq, ya da məchul olacaq. Qaydiş yazmayın. Qaydiş heç vaxt olmayacaq çünki. Həyəcandan ürəyim döyünürdü. Ürək özü özünə döyündüyü üçün nə götürəcəksən? Qaydiş növ götürdün. Sonra bu qarışıq zamanda çoxları varlamaq sözünüz yoxdur. Axı bəziləriniz götürüb bunu qaydiş yazmısınız. Lan, bu da olacaq yenə də məlum növ. Yağış səhərə yaxın kəsildi. Siz bilirsiniz ki, yağış özü özünə kəsildiyi üçün nə götürəcəksiniz bunu da? Qaydiş növ götürəcəksiniz. Deməli, 30 suala görə ən yüksək, bir dənə baxaq görə ən yüksək kara yazaq. Ən yüksək kimdədir? Sarada 27-dir. Aha. İbrahimova, hə Sara? Deməli, ən yüksək nəticə İbrahimova Saradadır. 30 cümlədən 27-sini doğru yazıb. Afərin Sara. Belə yoldaşlar.